Olar Rafiq bəy danışsın. Buyurun. Bax, fikir verirsiniz Fərdə xanımı, özünü danlamağa da hazırdır, qınanmağa da hazırdır, amma balasını qorumaq üçün. Görürsünüz, biz hamımız onun üstünə gedirik. Amma onu söysək də razılaşacaq ki, balasını qorusun. Amma Fərdə xanım, bir məsələ var, ana, siz ana olaraq hər kəlmənizdə haqlısınız. Amma övladılar anasından və atasından eşidəndə ki, sən adlı oğlum yoxdur, səni mən bağışlamayacağım, onlar xoşbəxt ola bilmir. Siz nə qədər də istəsəniz, insan anasının dilindən eşidəndə ki, sənin mən oğul kimi qəbul eləmirəm, o xoşbəxt olmayacaq. Amma mən hansı ana övladının xoşbəxt olmasını istəmir, bu şablon sözlərdir. Bir fikir, Zarman, sizin çəkdiyiniz, üzr istəyirəm, bir kəlmə deyəcəm. Sizin çəkdiyiniz misalat qüvvət olaraq görürsünüzmü? Pingvin balasını həyatın bütün çalarlarını hazırlayıb buraxır həyata, hazır, müstəqil yaşamağa. Amma görürsünüz, deyirsiniz 8 yaşlı uşağına baxa bilmir, ana oradan qışqırır, o buradan qışqırır. Bugün bizim, xanım, icazə verir, mən fikrimi xahiş edirəm, bitirim fikrimi. Bugün bizim o ailədə, o valideynlər övladını qınıyır, övladını mənə qulaq asmadır, mən seçdiyim, istədiyim gəlini almırsan. O analar, o atalar deyir ki, onlar övladını cəmiyyət üçün normal hazırlaya bilməyiblər. Ona görə onlar tələb edir. Valideyn övladını cəmiyyət üçün yararlı halda müstəqil qərar qəbul eləməyə hazırlayan valideyn tələb etmir. Mənim dəyərli əzizim, dünyalar qədər xətrini istədiyim Rafiq bəy. Mən də sizə bir sual verirəm. Psixologsunuz, çox mükəmməl bir həkimsiniz, qəbulunuza gündə cəmaat növbəyə dayanır. İndi siz mənə deyin görüm, hər bir valideyn cəmiyyətə yararlı övlad yetişdirmək beynində, düşüncəsində, ağlındadır. Mümkün deyil. Biz sizcə hamısından tələb eləyə bilərik ki, sən niyə nazir yetişdirməmsən, sən niyə həkim yetişdirməmsən? Hər bir insan valideynin seçmir ki, onun valideyni narkoman da ola bilər, əyyaş da ola bilər, doğru yolun yolcusu olmaya da bilər. İnsanın ən böyük şansı onun salamat valideynin olmasıdır. Biz hər bir valideyndən tələb eləyə bilməzdik ki, sən niyə cəmiyyətə yararlı övlad yetişdirməmsən? Tamamilə doğrudur. Biz tələb edə bilmədiyimiz insanlar isə övladından tələb edir. Sağ bəy, bəs Fərdə xanım, mən tamamilə sizin yanınızdayım. Siz haqlısınız. Yox, doğru deyirəm. Bu sizə xoş gəlsin görə demədim. Siz çarəsiz, köməksiz, balanızı zorla dolandıran bir ana olaraq olsun ki, övladınıza bacardığınız qədər tərbiyə vermişsiniz. Amma övladınızda genetik olaraq bəzi şeylərə dəyər vermək güclü deyil. Dəyərləndirə bilmir. Bax, ona görə sizin dediklərinizə o qarşılıq verə bilmir. Bayaq Zavur müəllim dediyini görürsünüzmü? 8 yaşlı balası var. İndi biz ona soruşsaq 100 bəhanə gətirəcək. Uşağı mənə göstərmirlər, pulum yoxdur, palam yoxdur. İnsanın qiymətləndirmə bacarığı olmayanda və özünə tənqidi münasibəti olmayanda biz ondan heç nə gözləyə bilmərik. Əksinə, biz ondan tələb elədikcə o daha da bizi qınayacaq.